Salam uşaqlar. Bugünkü dərsimiz neft sənayesinin inkişafıdır. 19-cu əsrin birinci və ikinci yarısını ümumi ələ alacaq burada. Başlayaq 19-cu əsrin 30 və 50-ci illərində neft və digər istehsal sahələri, neft, mis, filiz və zəy haqqında danışacaq burada. Başda neftli torpaqlar iltisama verilirdi. Neft çıxarılması kəndlərin icbari əməyindən istifadə olunurdu. Neftdən başqa mühüm istehsal sahələri balıqçılıq və duz istehsalı idi. Balıq və təcələri birləşərək Salyan Xəzinə Qanunu adlı kommersiya şirkəti yaradılmışdı. Əsas duz mədənləri Abşeronda və Naxçıvanda yerləşirdi. 19-cu əsrin 30 və 50-ci illərdə neft, duz və zəy sahəsində inkişafı ləng etməsinin əsas səbəbi bu sahələrin intizam sisteminin mövcud olması idi. 19-cu əsrin birinci yarısında Balaxanda neft çıxarılması kəndlərin icbari əməyindən istifadə olunurdu. Bu bütün iqtisadi imkanlar Rus sənayesinin xam malına tələbatın ödənilməsinə yönəlməsi Şimal Azərbaycan müstəmləkə çevrəsinin nəticəsi idi. İltizam nə idi? Bir işin yerinə yetirilməsinin öhdəliyin müəyyən məbləğdə pul ödənilməsi müqabilində dövlət tərəfindən xüsusi şəxslərə, yəni intizamçılara hər hansı bir vergini yığmağa və ya müxtəlif növ mal satışına verilməsinə aid müstəsna bir hüquqdur. 1848-ci ildə dünyada ilk dəfə mexaniki qazma üsulu ilə bir heybətdən, yəni Bakıda neft quyusu qazıldı. Lakin neft əsasən əl işi qazılmış quyularda hasil edilirdi və 19-cu əsrin 50 və 70-də Azərbaycanın neft və digər sahələrinin inkişafı ləngidirdi. Azərbaycanda feodal aslı münasibətlərin mövcud olması, iltisam sistemə məcbur əməyin tətbiq edilməsi, neft məhsullarının tələbatının nisbətən az olması və neft emal edən zavodların az olması. 1864-cü ildə, yəni 19-cu yarısında Balaxanda neft istehsal edən mədənlərdə işləyən kəndlərin icbari əməyi ləğv olundu. Bu addım neft istehsalından buzlu əməyi tətbiqinə geniş yol açdı. 19-cu əsrin 60 və 90-cı ildə neft sahəsinin inkişafına baxaq. 60-cı illərdən başlayaraq Azərbaycanda neft sahələrinin sürətli inkişafının əsas səbəbləri bunlar idi. Rusiyada və dünyada neftə olan tələbat, Azərbaycanda ucuz işçi qüvvəsinin çoxluğu, neft ehtiyatlarının bolluğu və neftin yüksək keyfiyyətli olması Rusiyanın özündə neft yatağının aşkar edilməməsi idi. 1960-cı ildə neft məhsullarının tələbatı artması nəticəsində neft emalı sahəsində sürətlə inkişaf etməyə başladı və Bakıda neft emal edən zavodlar yaradıldı. Neft sənayesində iltisam sistemi mövcudluğu haqqında qısaca məlumat versək, yeni texniki vasitələr tətbiqinə mane olurdu, iri həcmli kapital qoyuşuna imkan vermirdi. Və Rusiyada duru yağınacağı artan tələbat Çar hökuməti iltisam sistemini ləğv etməyə məcbur etdi və 1872-ci il fevralın 17-sində neft sənayesində iltisam sistemi ləğv olundu. Və bunun nəticəsində neft yataqları hərrac yolla xüsusi şəxslərə satılmağa başladı və bu zaman neftli torpaqların bir hissəsi Azərbaycan sahiblərinin də əlinə keçmiş oldu. Neft hasilatının iri kapital qoyuluşu artdı. Bu sahənin, yəni bu sənayenin çevrilişinin səbəb oldu. Neft quyularının buruq yaxud da zərbə üsulu qazılması geniş miqyas saldı. Çar hökuməti istefaya çıxan yüksək rütbəli hərbi və mülki Rus məmurlarına neft torpaqları sayəsini bəxş etdi. 19-cu əsrin ikinci yarısından etibarən Azərbaycanda buxar mühərrikinin təsis edilmiş fabrik zavod istehsalı yarandı. İş kapitalist müəssisələri Rus və xarici şirkətlər aldılar və açdılar. 19-cu əsrin 70 və 80-ci ildə hərraca çıxarılan neft torpaqları sahibi olmuş, milli kapitalı təmsil edən milli burjuaziya nümayəndələri də var idi. Bunlar Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsə Əsədullayev və Murtuza Muxtarov kimi sahibkarlar idi. İndi Şimal Azərbaycanda neft sənayesində tətbiq edilən yeniliklərə baxaq. 1848-ci ildə dünyada ilk dəfə bir heybətdə mexaniki qazma boruğusu ilə neft quyusu istifadəyə verildi. 1859-da Rus kapitalistlər Suraxanda ilk ağ neft zavodunu inşa etdilər. 1863-cü ildə Cavad Mərkov Bakıda ağ neft zavodu tikdirdi və dünyada ilk dəfə neft ayırma prosesində soyucu sistemlərdən istifadə olundu. 1873-cü ildə neft çıxarılmasına ilk dəfə buxar mərcindən istifadə edilməsi ilə neft çıxarılmasına zavod fabrik mərhələsinə keçirildi. 1878-ci ildə neft və neft məhsullarını böyük həcmdə Rusiyaya daşımaq üçün Bakıda dünyada ilk dəfə maye daşıyan tanker tətbiq edildi. Yenə də 1878-ci ildə Bakı ilə Həşərxan limanı arasında Zoroast, yəni Zərdüşt tankeri hərəkətə başladı. Bu Nobel qardaşlar şirkətinin sifarişi ilə İsveçdə hazırlanmış dünyanın ilk neft tankeri idi. Yenə də 1878-ci ildə Bakıda Balaxanı və Qaraşəhər arasında Avrasiyada ilk neft boru kəməri çəkildi. 1880-ci ildə dəmir yolu neft daşımasına ilk dəfə vaqon sistemi tətbiq olundu. İndi məcburi əməklərinin ləğvinə baxaq. 1864-də Bakıda neft, yəni əsasən Balaxanı arasında neft mədənlərində kəndlərin icbari əməyi ləğv olundu. Yenə 1864-də zəy mədənlərində icbari əməyi ləğv olunmuşdu. 1868-də Naxçıvanda duz mədənlərində icbari əməyi ləğv olunmuşdu. 1872-ci ildə neft sahəsində iltisam sistemi ləğv olunmuşdu və 1880-ci ildə balıqçılıqda iltisam sistemi ləğv olunmuşdu. İndi neft sahəsində xarici kapital axışına baxaq. Çarizm neft sahəsini yalnız Rus və yerli kapital hesabına inkişaf etməyə ağır olduğu üçün 19-cu əsrin 70-ci illərin sonlarında artıq neft sənayesində xarici kapital axı üçün də imkan yaratdı. Bu neft sənayesinin xarici kapitalın daxil olması üçün bir rol oynadı. Və 19-cu əsrin ikinci yarısında Azərbaycan neft sənayesində daxil olan xarici şirkətlərə baxaq. 1879-da İsveçin Nobel qardaşları şirkəti, 19-cu əsrin 80-ci illərində Fransız nümayəndəsi Rothschild şirkəti, 19-cu əsrin 90-cı illərində isə İngilis bankiri Goodbartın şirkətini bura misal göstərmək olur. İndi neft sənayesində insanların yaranmasına baxaq. 19-cu əsrin ortalarında neft məhsulları, xüsusilə də ağ neft olan ehtiyac ABŞ-dan götürülən ABŞ-dan götürülən Rusiya, Abşeron, Bakı neft sənayesində artıq 80-ci illərdə bu məhsul gətirilməsi tamamilə dayandırıldı. Azərbaycan neftinin əsas hissəsi Rusiyaya ixrac olunurdu və 19-cu əsrin 60-90-cı neft sənayesində
tətbiq edilən yeni texniki yeniliklər nəticəsində Cənubi Qafqazda Rusiyada əsasən ən böyük sənaye şəhərlərində dünyanın neft sənayesi mərkəzinə çevrilməsinə şərait yaradır Cənubi Qafqazın və Bakının. 19 əsrin 70-ci illərində Bakı neft sənayesinin inkişafına baxsaqsa, dünyada hasil edən bütün neftin yarıdan çoxu Rusiyadan çıxarılan neft isə 90% Bakının payına düşürdü. Neft sənayesinin sürətli inkişafı Bakı şəhəri Xəzər dənizinin ən böyük liman şəhərinə çevrilmişdi. Və 1980-ci illərində Bakıda İri Neft şirkəti İnsarı yaradıldı. Bu daha sonra neft sənayesi qurultayının təşkilatının fəaliyyətlərinə baxaq. 1980-ci yaradılmış məqsədi öz iqtisadi maraqla birlikdə qorumaq və yüksək gəlir əldə etmək idi. Təşkilatı başçılıq etmək üçün Qurultay Şurası da hətta yaradılmışdı. Bakı Ağ Neft Sahibləri İttifaqı İnsari Birliyinə baxaq. 1893-cü ildə neft sənayetçilərinin Peterburq müşavirəsində yaradılmışdı. Bakıda Ağ Neft zavodunun sahibləri bu ittifaqa daxil idi. Bakıda emal edilən neft məhsullarının 98% onun payına düşürdü. Bu İnsari Birliyi əsas rol Nobel qardaşları şirkəti oynayırdı və Nobel qardaşları şirkəti ABŞ-ın neft manqatı olan Rockefellerin Standard Oil şirkəti arasında saziş bağlanmışdı. Bu saziş dünyada ağ neftin satışı bazarı olar arasında bölüşdürülürdü. Yəni bu iki şirkət arasında. Lakin 1897-də Bakı Ağ Neft Zavodları sahibi ittifaqı daxil çəkişmələr nəticəsində dağıldı və bundan sonra da fəaliyyəti dayandı. İndi insar və maqnat sözünə baxaq. İnsar sözü bir məhsulun istismar etmək və satmaq, yaxud ondan istifadə etmək hüququnun bir şəxs və ya müəssisəyə, dövlətə məxsus olmasıdır. Maqnat isə iri sənaye və maliyyə sahibləri deməkdir. Mövzumuz bu qədərdir. Ümidvaram sizin üçün faydalı olar. Lazım mövzulardan biridir. Yəni bu xronoloji olaraq da düşə bilər və 19-cu əsr ikinci yarısında baş verən hadisələr olaraq da düşə bilər qəbula. Ona görə diqqətli oxumaq və dərk etmək lazımdır. Ümidvaram faydalı olacaqdır. Sizə uğurlar arzulayıram.